Uşaqlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif riyaziyyat iş dəftərindən səhifə 2 və 3-də olan tapşırıqları həll edəcək. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmayı unutmayın. Gəlin başlayaq. Adi və onluq kəsrlər. Yada sal. 1. Şəkildə verilmiş kəsri digər 3 şəkildə təsvir et. Təsvirlə. Burada təsvir olunub. Sözlə 8-də 6, kəsrlə aşağıda 8, yuxarıda 6 ədəd oxunda burada 8 xana var və siz burada 6-cını qeyd edirsiniz. Təsvirlə burada kəsrlə forması verilib. Ona görə də buradan təsvirlə də 5-in rəngləyirik. Sözlə 6-da 5, kəsrlə aşağıda 6, yuxarıda 5. Ədəd oxunda isə 5-ci xəttə bir nöqtə qoyuruq. Aha, 3-cüdə 7-sini rəngləyirik. Sözlə 10-da 7, kəsrlə aşağıda 10, yuxarıda 7. Ədəd oxunda isə 7-ci xəttə qeyd edirik. 1, 2, 3, 4. Dördüncüdə 4 damanı rəngləyirik. 4 üçbucağı sözlə 7-də 4, kəsrlə aşağıda 7, yuxarıda 4. Ədəd oxunda isə 4-cü xətti qeyd edirik. 2. Dairələrin verilmiş hissələrini tap. Uyğun sayda hissəni rənglə. Deməli, burada tam 12 var və həllini yazırsınız ki, aşağısında 12 bölünsün 3 vurulsun 2 bərabərdir 8. Və 8 dairəni rəngləyirsiniz. İkincisində ümumi 20 dənə var. Həllini yazırsınız ki, 20 bölünsün 5 vurulsun 3 bərabərdir 12. Və 12 dairəni rəngləyirsiniz. Üçüncüdə isə həllini yazırsınız 21 bölünsün 7 vurulsun 4 bərabərdir 12. Və 12 dairəni yenə rəngləyirsiniz. 3. Təsvirlərə uyğun kəsrləri yaz və müqayisə et. 6-da 4 böyükdür 6-da 2-dən. 12-də 5 kiçikdir 6-da 4-dən. 10-da 5 kiçikdir 10-da 6-dan. 6-da 3 böyükdür 12-də 3-dən. 12-də 4 kiçikdir 12-də 6-dan. 6-da 3 böyükdür 3-də 1-dən. Keçək səhifə 3-ə. Keçdik səhifə 3-ə. 4. Rənglənmiş hissələri uyğun kəsrlərlə əvəz etməklə bərabər kəsrlər yaz. Deməli, damalara baxırıq. Neçə olur birinci? 3-də 1 bərabərdir 6-da 2. Niyə bərabərdir? Çünki 3-ü 2 dəfə artıranda 6 eləyir, 1-i də 2 dəfə artıranda 2 eləyir. Yəni, ikisi də bir-birinə bərabərdir. İkisini də eyni ədədə vuranda buradakı ədəd edirsə, deməli, bərabərdirlər. İkinci də eyni şəkildə elədi. 6-da 3 bərabərdir 18-də 9-a. Üçüncüdə 10-da 8 bərabərdir 5-də 4-ə. 5. Ədədlərin verilən hissələrini tap və müqayisə et. A. 45-in 3-də 2 hissəsi. Yazırıq həllə. 45 bölünsün 3 vurulsun 2 bərabərdir 30. 60-ın 4-də 3 hissəsi yazırıq həllə. 60 bölünsün 4 vurulsun 3 bərabərdir 45. 30 kiçikdir 45. B-yə baxaq. 54-ün 2-də 1 hissəsi. Həllinə yazırıq. 54 bölünsün 2 vurulsun 1 bərabərdir 27. 72-nin 8-də 3 hissəsi. Həllinə yazırıq. 72 bölünsün 8 vurulsun 3 bərabərdir 27. 27 bərabərdir 27-yə. 6. Müqayisənin doğru olması üçün boş xanalara uyğun hər hansı bir rəqəm yaz. 7-də 2 kiçikdir 7-də 3-dən. 3-də 2 böyükdür 3-də 1-dən. 5-də 3 kiçikdir 5-də 4-dən. 10-da 6 böyükdür 10-da 5-dən. 9-da 6 böyükdür 9-da 5-dən. 9-da 5-dən. 6-da 5 bərabərdir 6-da 5-ə.
Bir böyükdür 4'də 3'dən. Baxın, 4'də 4 1-ə bərabər deyil. Deməli, 4'də 4'dən kiçikləri yaza bilərsiniz. 4'də 1 yaza bilərsiniz, 4'də 2 yaza bilərsiniz, 4'də 3. 4'də 4'ə qədər, ancaq 4'də 4 yox. Sadəcə 4'də 3'ə qədər yazırsınız. 4'də 3 də daxilində. 7. Rənglərin hissəsi fiqurun 2'də 1 hissəsindən böyük olan fiqurları qeyd et. Birinci və dördüncü fiqurun yarısından böyükdür. Yəni 2'də 1 hissəsi yarısı deməkdir. 8. Lalə çəkdiyi fiqurun 3'də 2 hissəsini, Samir 2'də 1 hissəsini, Anar isə 3'də 1 hissəsini rənglədi. Kim hansı fiquru rənglədi? Hər uşağın adını uyğun fiqurun altında yaz. Aha, baxaq. Samirinkini birinci Samirədir. Niyə? Birinci baxaq burada nədir? 1, 2, 3, 4, 5, 6, 7, 8. Aha, deməli 16 dənədir. 16-da 8 bərabərdir 2-də 1-ə. Niyə bərabərdir? İkisini də 8-ə bölürük və deməli ona görə də nə olur? Samir birinci olur. İkinci isə Anarındır. Yəni 3'də 1 hissəsi. Həllini yazırıq. 6'da 2 bərabərdir 3'də 1. Burada da 2 dəfə azalıb. Axırıncı isə Lalənin, yəni 3'də 2 hissəsini rəngləyir. 12'də 8 bərabərdir 3'də 2. Burada da 4 dəfə azalıb. 9. Elxanın 24 heyvan stikeri, bunun 2'də 1 hissəsi qədər isə bitki stikeri var. Elxanın cəmi neçə stikeri var? Həllinə baxaq. Birinci sualın cavabı 24 bölünsün 2 vurulsun 1 bərabərdir 12. 24 üstə gəlin 12 bərabərdir 36. Deməli, sual Elxanın cəmi 36 stikeri var. Aynurun stikerləri Elxanın stikerlərinin 9'da 4 hissəsindən çox, 2'də 1 hissəsindən azdır. Aynurun neçə stikeri var? İkinci sualın cavabını, yəni həllini belə yazırıq. 36 bölünsün 9 vurulsun 4 bərabərdir 16. 36 bölünsün 2 vurulsun 1 bərabərdir 18. Və deyir ki, 9'da 4 hissəsindən çox, 2'də 1 hissəsindən azdır. Yəni 18 ilə 16'nın arasındadır. Bu hansı rəqəmdir? 17. Və belə rəqəmlə də yazmaq istəsəniz belə yaza bilərsiniz. 16 kiçikdir 17, 17 kiçikdir 18. Cavab və 7 oldu. Belə dostlar, bu gün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.